Sentyabrın 21-də terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti mövzusunda keçirilmiş 3-cü Bakı Təhlükəsizlik Forumunun bəyannaməsi və Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanıb. Bu əlamətdar hal Bakı Təhlükəsizlik Forumunun təhlükəsizlik sahəsində artan əhəmiyyətindən, beynəlxalq institusional hüquqi perspektivindən xəbər verir. Forumun bu ilki plenar iclası Bakı Təhlükəsizlik Forumunun əsasnaməsinin və bəyannaməsinin qəbul edilməsi, həmçinin ümumi razılıq əsasında dünyada ilk dəfə xüsusi xidmət və təhlükəsizlik orqanları arasında 7/24 rejimli antiterror informasiya mübadiləsi sisteminin yaradılmasının qərarı alınması ilə yadda qalıb. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı, 90-a yaxın xarici xüsusi xidmət orqanının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirin iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciətdə bildirilir ki, forum qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Qeyd edək ki, forumda həmçinin BMT-nin təhlükəsizlik sahəsində aidiyyatı strukturları təmsil olunmuş, forumun bəyannaməsinin və Azərbaycan Prezidentinin müraciətinin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanması Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müraciəti əsasında olub.